yürüyüşüne, ahuten yürüyüşüne, o ince gülüşüne, kıygacı bakışına sen hoşuma gelirsen, kıygacı bakışına sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen sen hoşuma gelirsen. Güneşək nurlusan kız, yaman qürurlusan kız, kalbimden vurmusan kız sen hoşuma gelirsen. Güneşək nurlusan kız, yaman qürurlusan kız, kalbimden vurmusan kız sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen hoşuma gelirsen. İnceden ince belin, şirinden şirin dilin, İnceden ince belin, şirinden şirin dilin, uzansın mənə elin sen hoşuma gelirsen, uzansın mənə elin sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen hoşuma gelirsen. Güneşək nurlusan kız, yaman qürurlusan kız, kalbimden vurmusan kız sen hoşuma gelirsen. Güneşək nurlusan kız, yaman qürurlusan kız, kalbimden vurmusan kız sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen sen hoşuma gelirsen. Seni gören zamanla ruhum çıkıptı candan, seni gören zamanla ruhum çıkıptı canan, ay kız eşitsen yaddan sen hoşuma gelirsen, ay kız eşitsen yaddan sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen hoşuma gelirsen. Güneşək nurlusan kız, yaman qürurlusan kız, kalbimden vurmusan kız sen hoşuma gelirsen. Güneşək nurlusan kız, yaman qürurlusan kız, kalbimden vurmusan kız sen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen hoşuma gelirsen, elə ki bakıp gülürsen sen hoşuma gelirsen, özün yaxşı bilirsen sen hoşuma gelirsen. Ne oldu, ne baş verdi? Musiqiçi dostların hamısına təşəkkür edirəm. Çox sağ olun, əliniz qolunuz var olsun. Səyyad Əlizadə repertuarı oğlundan da icazə almışam. Atabəydən biz bunu yeni yazdırmışıq belə. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük bizi. Həftəmizin bazar ertəsi, gecənin bu saatında canlı efirdə gözləyən, izləyən bizim dəyərli, hörmətli, sevimli tamaşaçılarımız Melodiya instrumental musiqi yarışması artıq efirdədir və bilirsiniz ki, biz bugün ikinci turumuza start veririk. Yəni ki, belə deyək də, qaliblər arasında həftə ərzində bizdə qalib olan iştirakçılarımız ki var idi. Artıq o qaliblər yarışırlar bir-birləri ilə. Əsas bugündür, əsas bax bu efirimizdir.
qaliblər yaraşırlar. Görək nə olacaq, nə tər olacaq. İnşallah artıq iştirakçılarımızın sifətindən o hiss olunur, o həyəcan filan. Təbii ki, bu günləri Saqi Bərdəli, SMS kodu 1 olan Saqi Bərdəli. Saqi, sənin axşamı xeyir olsun, xoş gördük. Fikir eləmə, fikir eləmirsən? Yaxşı olacaq. Və o cümlədən əlbəttə ki, Abbas İsayev, yaman gülürsən. Deyəsən, paçkanı açıb vırdırıb gəlmişsən, yoxsa? Yaxşı olacaq. Yaxşı olar, deyirlər də, nə bilim, görək. Və bizim çox hörmətli münsiflər heyətimizi salamlayıram. Azərbaycan Respublikasının xalq artisti, bizim doğrudan da canlı əfsanəmiz, illərini Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə, yəni bəzən 60 yaş, 70 yaşında olan sənətkarlarımız deyirlər, ay biz sənətkarıq filan beşməkən varaqlayırsan ki, bu ancaq bunun işi gücü toydan, pul qazanmaqdan ibarət olub. Amma Sadıq Zərbəliyev dünyanı dövr eləyən bizim sənətkarımızdır. Sadıq müəllim, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Hoş görmüşük. Akşamınız xeyir olsun. Və əlbəttə ki, dəyərli klarnet ustası, niyə ustası yazmışsınız? Mən də çaşıb ustası deyirəm. Ustadı olar, ustası nədir? Ustadı, bəzən deyirlər ki, tar ustadı ola bilər. Tar həqiqətən, ustası yox, ustadı ola bilər. Ustası nədir? O təmirxanada olur ustalar. Bizim çox hörmətli sənətkarımız, xalqın artistidir bu insan. Zahid Qubatlı, axşamı xeyir olsun Zahid müəllim. Və Azərbaycanımızda musiqi üzrə pedaqoq, doğrudan da pedaqoq, müəllim kimi uzun illərdir musiqi sayəsində pedaqoji fəaliyyət göstərən Akif Rəhimzadə. Sizin də axşamınız xeyir olsun. Xoş gəldiniz. Akif müəllim, həmişə gəlin. Arada gözümüzü yolda qoyursunuz, amma həmişə gəlin. Yaxşı, inşallah. Deməli, SMS nömrələrinə baxaq, daha doğrusu SMS-ə baxaq, görək nə var, nə yox burada. Bu arada ansambl, deməli, Abbas İsayevin ansamblı. Abbas, yarısını deyəsən, Sumqayıtdan görmüşsən musiqiçiləri. Və sən öz musiqiçilərin haradadır? Bunlar hamısı mənim dostlarımdılar, biz bunlarla külünk vurmuşuq toylarda. Amma bunlar doğrudan da Bərdədən gəliblər. Hamısı Saqinin ansamblıdır. Saqinin ansamblıdır, gözəl Bərdəmizdən. Belə deyim də, bugün, bax bu ansambl Saqi bəy başda olmaqla buradadır. O cümlədən Abbas İsayevin də Şirvan. Sənin gözəl bilirəm ki, ansamblın var, Hacı Qabul da. Belə, nə qədər də SMS-lər, kimdən başlayıraq? Nə qədər də SMS-lər? 127 səs. Saqi Bərdəlidə 127 səsdir. Abbas İsayevdə nə qədərdir? Nə? 50 səs. 50 səs səsdir ki. Aha. Məhəmməd Əli, səni salamlayıram. Bülbülə, gedə bilmədik. Keçən dəfə mənə yalana söz versən, aparacam qutab yeməyə, bülbülə qutabı yeməyə, xilə qutabı yeməyə, səsi yoxdur bundan. İtib, o gedən gedib. Salamlayırıq və madam ki, Saqi Bərdəli 127 səslə irəlidədir. Abbas İsayev, Şirvan əhli, haradasın, səsimiz gəlsin. Onda biz belə eləyirik, Bərdəli balası ilə başlayırıq. Başla, qardaş. Söz verirəm, sənin vaxtından vədəndən gedir. Sənə söz də verə bilərəm, istəsən kofe də verə bilərəm, çay da verə bilərəm. Axşamınız xeyir olsun, mən də sizi salamlayıram. Bizim dəyərli müsiblər heyətimizi salamlayıram. İsam əlimi salamlayıram. Layihə rəhbərimizi, Layihə rəhbərimizi, bizi ekran qarşısında izləyən bütün tamaşaçılarımızı salamlayıram. Bəli, mən Bərdəni təmsil edirəm. İnşallah məni Bərdəm burada tək qoymaz. Tək qoymayacaq səni Bərdəlilər. Əziz Bərdəlilər, güvənir ha bu özünə. Deyir ki, Bərdəlilər məni tək qoymayacaqlar. Bugün məni birinci eləyəcəklər. Şirvanlının yanında deyir, mən buradan məğlub kimi gedə bilmərəm. Belə deyir, görək.
Sagi, minnətdaram sənə. Bizim gözəl Niyaməddin Musayev bəstəsi Kölgəm qədər çox sevirəm. Və əziz tamaşaçılarımız, xüsusilə də hörmətli musiqiçilər. Baxın, sizə bir şey demək istəyirəm buradan. Hörmətli musiqiçilər, bugün bu iştirakçılarımız buradadılar. Bugün ola bilsin bunları el, oba, kənd, kəsək, hansısa bölgələrimiz tanıyırdılar. Həmişə el şənliklərindədirlər. Amma biri də var ki, bunları artıq böyük tamaşaçı kütləsi tanıyır. Öz bölgələrinin nən kənarda, yəni başqa-başqa fərqli bölgələrimiz, kəndlərimiz bugün artıq bildirər ki, Sagi kimi gözəl bir musiqiçi var, gitar ifaçısı var. Və bizim elə rayonlarımızda, bölgələrimizdə elə musiqiçilərimiz var ki, həqiqətən də onları heç kim tanımır. Heç kim tanımır. Sadəcə öz yaşadıkları bölgə, kənd, kəsək, uzağı rayon tanıyır. Deməli, bizim elə məqsədimiz o məqsəddir. Bizim layihə rəhbərimiz İsa müəllim artıq Melodiya 2 yarışmamıza start verir. Deməli, hansı aydan başlayırıq? Melodiya 2 musiqili yarışmasına qoşulmaq istəyənlər, deməli, qoşulmaq istəyənlər buyursunlar, istənilən musiqi alətlərində ifaçılıq bacarığı olan bizim instrumentalistlər. Qoşulmaq istəyirsinizsə bizim yarışmaya, təbii ki, bu yarışmamız bitdikdən sonra biz artıq növbəti Melodiya 2 yarışmasına start verəcəyik. Ona görə əlaqə saxlamaq istəyənlər hansı nömrə ilə əlaqə saxlayacaqlar, yazın, qalsın telefonunuzda. 050 ilə 246 40 26 050 ilə 246 40 26 bizim əlaqə telefonumuzda. Əlaqə saxlayın, qeydiyyatdan keçin və yarışmamızın iştirakçısı olun. Belə, Abbas İsayev, bu arada Samir Biləsuvarlını da salamlayıram, bizim müğənnimiz deyir, Abbas birbaşa ürəkdir. İllərlə deyir, çiyin-çiyinə işləmişəm, o çox istedadlı musiqiçidir. Amma nə olsun, SMS çox zəifdir, ay Samir. Deməli, Sagidə nə qədərdir? Orxan. Hə. 127 səs Abbasdadır. Yox, bir dəqiqə. Abbas İsayevdə nə qədərdir? 100 səs. Bəs Sagi Bərdəlidə 127. Tamam. Buyur. SMS-lərə ehtiyacımız var, əziz tamaşaçılarımız.
Gerçekten bütün mahnını çalıştıqsa. Müsiblər heyəti, buyurun. İştirakçılarımıza hansı səsi verirsiniz? Tamaşaçılarla bir salamlaşın. Saqi Bərdəli, SMS kodu 1'dir. Abbas İsayev'in SMS kodu 4'dür. İşte fikirlər bizi. Çox sağ olun. Bir daha axşamınız xeyir olsun. Mən Bərdəliyə də, Hacı Qabulluya da. Hacı Qabulluya da, Hacı Qabul Zahir müəllim Allah can sağlığı versin. 200'ə də 50, 50. 49 yoxdur. Təşəkkürlər. Sadıq Müəllim Zərbəliyevdən gəlir xalq Sağ ol. artistimizdən. Fürsətdən istifadə edeyim. Bizim Vaqif Rüstəmov yazısı, onun gün 75 illiydi. 2 dənə də gözəl kitabı çıxıb, Yurt Həsrəti, bir də Dədə Süleymana kitabı. Elə Zahid müəllimdən, Hakim müəllimdən onun təqdimatındayıq. Onu da buradan mən təbrik edirəm. Gün o gün olsun, onun 90 illiyi, 100 illiyi görünsün. Amin. Amin. Hamımıza can sağ olun. Zahid müəllim, buyurun. Akif müəllimlə başlayalım. Akşamınız xeyir olsun. Axşamlıq xeyir. Salam Gözəl verirəm sənətkar, gözəl insan. Çox sağ olun, Samir bəy. Var Müəllimin olun. Sizin izindən də nur yeri var. gəlmişdən qeyd edeyim ki, çox yaxşı oxumusunuz o. Can başla Açılışda deyirəm. Bəyəndin? Çox qəşəng, çox qəşəng. Çox oxuyanlardan yaxşı oxuyursun. Can, çox sağ ol. Maşallah var ol. olsun. Saqi haqqında mən demək istəyirəm. Şur usta gəzişmələr oldu və Bəhrəm Nəsibovdan, səhv eləmirəmsə, gözəl bir, belə deyim də, onun bəstəsini ifa elədi. Ondan sonra da bizim xalq artisti Niyaməddin Musayevin repertuarına müraciət elə çox yaxşı. Mən sizə əli bağlayayım. Abbas İsayevi də mən çox bəyəndim. Tarda çox, həqiqətən də çox mahir ifa elədi. Çox xoşuma gəldi. Bahçələr üstündə gəzişmələr oldu və sözün açığı o, həmən o gəzişdiyi o ifalara bizim efirlərdə az müraciət edirlər. Mən çox bəyəndim. Sizə də əli bağlayayım. Buyurun. Sağ olun. Aha, Zahid Qubatlı. Axşamınız xeyir olsun. Sənin də axşamın da xeyir, aqibətin də xeyir. Akif müəllim demişən, çox gözəl mahnı ifa elədiniz. Allah Səyyad müəllimə də rəhmət eləsin, Səyyad Əlizadəyə. Mən onda eşitmişdim o mahnını. İkinci dəfə sizə eşitdim, çox gözəl ifa elədiniz. Bəyənmisən də oradan. Çox bəyəndi, Təşəkkür həqiqətən. edirəm əzizim. Və ansambl da gülürdü maşallah. Gözəl yer və əfal-ruhiyyəli idi, çox xoşum gəldi. Qaldı ki, bizim Saqi maşallah olsun, bişmiş bir sənətçidir, bişmiş. Pişmiş, Mən- artıq pişib. Rafiq qardaşımı, bizim ustad sənətkarımız, mən ona ustad deyirəm. Rafiq Bərdəmizin, nəinki Bərdənin, Azərbaycanın böyük ustad sənətkarıdır, gitar ifasıdır. Yeri gəlmişən rəhməti Rəhmiş də onu çox istəyirdi, bizim hamımız çox istəyirik. İndi orada ifa eləyir, Saqim, həmin o çalarları gördüm, Rafiqdə olan çalarları gördüm. O qədər xoşuma gəldi ki, həqiqətən deyirəm. Allah canı sağ eləsin. Rafiqində Saqi də ki, yenə də deyirəm, El-Obanın hörmətini qazanmış oğlandı. Yəni, maşallah olsun, sarı simət oxundu da, belə deyək ki, yəni ifa elədi. Çox yüksək səviyyədə ifa elədi. İnanıram ki, belə də davam edəcək. 50 verirəm mən sizə, xal. Qaldı bizim Abbas maşallah olsun. Bizim istədiyimiz bax budur ki, milli çalarlarla, yəni tar aləti bizim, yenə də deyirəm, sazdır, tardır, balabandır. Bunlar bizim hamısı bizim əzəlimiz, əbədimizdir. Ona görə də ifa elədin, pırçıldaşırdı ləpələr, deməli o ifanı bizdə Allah rəhmət eləsin. Bizim böyük sənətkarlarımız Şövkət Ələkbərova, Sara xanım oxuyub da onun vaxtında çox gözəl. Ancaq instrumental ifada çox gözəl ifa elədin. Həqiqətən bunu mən tam ürəkdən səmimi deyirəm. Fatih Şiraz ifa elədin. Sonra Şüştər muğamına bir keçid elədin. Çox yüksək səviyyədə peşəkar şəkildə ifa elədin. Həm ansamblı mən ürəkdən salamlayıram. Hər iki ansamblı. Həm də ifaçıları, Abbas sənin də mən yəni bu təbrik edirəm ki, belə bir tarla səni mən bu günlərim tarda kəşf elədim. Həqiqətən deyirəm. İndi bu gitara bizim alət deyil, gəlmə alətdir və yaxud bu türk sazıdır, mən bilən o saz belə. Hə, amma tar bizim milli alətimiz olduğu üçün, onu da o cür öhdəsindən yaxşı gəldiyin üçün mən səni bir daha təbrik edirəm, 50 verirəm sənə. Təşəkkürlər Zahid müəllim. Deməli, SMS-lərə bir dənə baxaq, nə qədərdir? Saqi Bərdəli 128 səs, Abbas İsayev 140 səs. Hanı Bərdəlilər, hanı Rostovdan baxan Ramil dostumuz. Bu arada da hal-hazırda Rostovdan izləyirlər, Saqiyə dəstəklər deyirlər, narahat olmasın. Hər şey bugün əla olacaq.
Ramilin qardaşı Rauf Amerikadan Miami şəhərində yaşayır. Bugün onun doğum günüdür. Ürəkdən təbrik edirik Rauf bəyi. Atası Azay, anası Arzu xanım, qardaşı Ramil, əmiləri Xaləddin, Cahid, əmsi uşaqları Yasin, Yasəb, Vahid, Rahid, Nurlan, Vaqif, Riyazan şəhərindən təbrik edirlər əlbəttə ki. Və bu təbriklərə Dayoğlu Teymur da qoşulur. Təbriklərə Qurban Bərdəli də qoşulur. Və Saqi sənə kimlər dəstəkdir? Mənə yazıblar, efirə baxırlar. Rostovdan, sonra Nadım şəhərindən, Bərdənin Şatırlı kəndinə, deməli, Amerikadan, Serbiyadan, ay Allah, nə qədər adamlar baxır. Saqi qardaşımıza dəstəkdilər. Yəni, biraz vəziyyətin gərgin olacaq. Ay Abbas. Və əziz Bərdəlilər və hörmətli Şirvanlılar, bugün bilirsiniz ki, Melodiya instrumental yarışmasının ikinci turudur. Buradakı iştirakçılar ötən həftələrimizdə qalib olublar, amma bugün bilmirik məğlub kim olacaq. SMS-ləri gözləyirik, SMS-lər çox zəifdir, yəni Bərdə, haradasınız? Abbas İsayev, Abbas, işlər gedir ha. Onda biz necə eləyirik? Belə baxıram ki, biz Abbasla davam eləyirik, hə İsa müəllim? Saqinindirsə, Saqi, buyur. Həmişə SMS-lərlə. Yenə də axşamınız xeyir olsun. Bizi izləyən efir qarşısında bütün tamaşaçılarımı salam edirəm. Wow, SMS-lər dəyişdi. Mən buradan üzümü tuturam. Bir dənə su iç sonra boğazı bir yaşda. Üzümü tutacaqsan da su iç sonra vəziyyət dəyişib orada. Su iç. Boğazı bir yaşda. Vəziyyət dəyişdiyinə baxma. Zahid müəllim qeyd elədi. Bizim dəyərli ustadımız Rafiq Mustafayevdən mənə dəstəkdir. Bizim Xalq Uluzunun qalibi Qalib Məmmədov bizə dəstəkdir. Bizim dəyərli xanım xatım müğənnimiz Nigar Ağcabəddili mənə dəstəkdir. Salamlayıram Nigar xanımı, mənim gözəl bacımı. Salamlayıram. Dəstək sizə. Öz doğulub boya başa çatdığım Şatırlı kəndindən. Başda Seyid Mahmud Baba olmaq şərti ilə, oğlu Rahib, Qara, hamısından dəstək gözləyirəm. Bütün Şatırın cavanlarından, ağsaqqallarından böyük dəstək gözləyirəm. Mənə Bərdən çox yerində dəstək var. Bəli. Mənə ən güclü dəstək Bərdənin Ləmbəran kəndindəndir. Bərdənin Ləmbəran kəndi. Bəli. Səsimizə səs verin, bax canlı efirimiz vasitəsilə. Bizim ağsaqqalımız Mədət əmi. Mədət əmi. Keçən də sənə səs göndərmişdi. Mədət əmi bugün burada iştirak eləməlidir. Elçin Ləmbəranski də mənə dəstəkdir. Burada iştirak eləməli. Biraz nasazlayıb, üzrü saymanı dedi. O da hamısı mənə dəstəkdilər. Mənim dəyərli dostum, qardaşım Sənan, evlatlarla, Yusiflə, Əzizlə məni izləyirlər. Tapdıq qardaşım, Babaş qardaşlar, Babaş qardaşım. Hər ikisi, 2 Babaş var. İkisi də məni izləyirlər. İkisi də səni izləyirlər. Maşallah. Qurban əmi, Ləmbərənli. İzləyirlər, amma vəziyyətin gərgindir. Mənim bir təbrikim var burada. Bizim dostumuz Qurban əminin nəvəsinin mayın 15-i Onur balanın ad günüdür. Onu da buradan təbrik edirəm. Ramil Miami'dən. Ramil heç Ramil mənim ürəyimdir, mənim sinif yoldaşımdır. O uşaqla mən bir yerdə böyümüşük. Miami'də olan. Bəli. Və səs istədi ondan. Göndəribdir səsini, yenə də göndərəcək. Göndərib, kartını vurur. Dostum, Elçin qardaşım. Onlar birbaşa karta işləyirlər. Bərbər Elçin, onu da buradan salamlayıram. Hal-hazırda evlatlarından bizə baxırlar. Yağmur bala, Zeynəb bala bizə dəstəkdilər. İnşallah bir də mənə ən güclü dəstək Beyləqanın yuxarı Aran kəndindən var. Mən oradan salamlayıram. Mənim dəyərli dostum. Nə bilirsən sənə ən güclü dəstəkdir? Bəli, çek atıb sənə. Bəli, orada kimət dostum var mənim. Kimət dostum. Nə qədər SMS vurub? Çek atıb. Çox vurub. O çeklərə baxacağım birazdan. Bəli, baxarsan. Beyləqanın yuxarı Aran kəndindən. Müşravan qardaşım. Salamlayıram. Mənim dəyərli dostum Kimət qardaşım. Bərdənin Əricə kəndinə mənə çox dəstək var. İnşallah Kəriməli... Sənin vaxtından gedir Əricə kəndinə. Bilməm, bir də deyim, Bərdənin Venera restoranının müdürü Maləmi. Buradan salamlayıram. Maləmi. Bəli, Maləm mənə dəstəkdir. Salamlayıram onu. İnşallah növbəti yarış... Birazdan yenə müraciət eləyərsən. Saqi, nə ifa eləsən, elə Allah rəhmət eləsin şəhid Xudayara, nə ifa eləsən Bərdənin igid oğulları. Qərqən rəhmət olsun
Axırda bir nə arada, ortada bir Xudayar təslimi də ifa Xudayar edərsən. təsnifi də. Mütləq onu ifa Mütləq. edərsən. Xudayar təsnifini Allah bütün şəhidlərimizə rəhmət Tamam. eləsin. Oğluna da Mən hal-hazırda bir dəqiqə hərbiçilər də izləyir. Onları da buradan Salamlayırıq salamlayıram. hərbiçilərimizi. Bizim bir Qəhrəman sənət dostumuz var. Eldəniz İlhamoğlu. Onun evladı Emil Bala. Hərbi xidmətdədir, hal-hazırda bizi izləyir. Allah cəmi əsgərlərimizi qorusun. Allah hərbçilərimizi bütün əsgərlərimizi qorusun. Biz onların hesabına bugünkü gündə bu Bəli, burada Azərbaycanda rahat gəzirik. Bizdə dayanmışıq. bizim bir sintez yuvasımız var, İlham qardaşımızın. Onun balası bizi izləyir, Tunar Bala. Tunar Bala. Bəli, hal-hazırda Tamam. məlumatı onu da buradan salamlayıram. İpaba keçid alaq, SMS-lərə baxaq görək. Hal-hazırda amma sənin bu cür müraciəti və Bərdəlilər. Hardasınız? Çatırlı kəndi. Ramilin dilindən düşmür. Buna bax. Abbas İsayev 401 səs, 351 səs Saqi Bərdəli. Nətər oldu bu cür müraciət olsa mən elə bildim sən 3051 olacaqsan. Hələ ki 351-sən. Vəziyyətin gərgindir qardaş sənin.
Teşekkür edirik Sagi Bərdəli. Abbas İsayevə söz veririk və SMS-lər dəyişildi. Sagi Bərdəli 529 səslə, Abbas İsayev 451 səslə yarışmamızda belə deyək də mübarizə aparırlar. Hörmətli Bərdəlilər səsimə səs, daha doğrusu sənin səsimə səs verdilər. Udarnik ifaçımıza da, deyirəm Udarnik ansamblın ürəyidir də həqiqətən. Qoy ifasını eləsin deyəcəm bu barədə.
Maşallah. Teşekkürler, teşekkür edirik və münsiflər heyəti fikirlərinizi Allah görək nələr deyirsiniz bizim bax bu ifaçılarımızla bağlı. Sadıq müəllim feyziyyəb oldu həqiqətən də. Vallahi açığı deyən fikri Hakim müəllim də dedi, Zahid də dedi, hamısının bir-bir. Elə ikisi də gözəl musiqisidir, çalışqandılar. Mənə elə gəlir ki, elə də yaşlı deyirlər, elə də cavan deyirlər. Bundan sonra da çox çalışacaqlar. İkisinə də mən 50 verirəm. İkisinə də 50 verirsən, düz edirsən. Sonra Zahid müəllim. Akif müəllim. Sagi Secah təsnifi ifa elədi. Doğrudan da çox gözəl təzyibləndirdi. Gerçəkdə sözün əsl mənasında gözəl ifa elədi Secahı. Çox xoşuma gəldi və sonradan da öyle bir şəm mahnı məncə ifa elədi. Çox bəyəndim. Xoşuma gəldi. Sağ olun. Sizə 50 bal verirəm. İkisinə də 50, maşallah. Abbas da yenə də toy əhval rüyası yarattı. Yarada bildi onu? Yarattı. Abbas'a da 50 bal verirəm. Çox gözəl Abbas. Var ol. Sağ ol. Bəs salam. Hə, Zahid müəllim buyur. Sagi maşallah olsun gitarada deyir. Bizim muğamlar hamısı gözəldir, amma Segah odur ki, deyir, min bir ürəklərdə çağladı Segah. Çox gözəl, həqiqətən ürəyimizə toxundu Segahın. Maşallah olsun, bu belə də olmalıdır, bu ayrıca ola da bilməz. Sən elə bir torpaqdansan ki, Bərdə bizim böyük bir sənətkarı yetişdirən torpaqdır. Halal olsun, yəni çox gözəl, yüksək səviyyədə sənə 50 bal verirəm. Qaldı bizim Abbas qardaşımız. Abbas, biz həmişə sazda görmüşük ki, məsəl üçün də qabaqlar fikirləşirdik ki, ancaq elə saz havalar olar belə, amma sazda maşallah olsun, meydancirlik elədi, çox gözəl, yəni apava yaratdın. Bizim xalqımıza həmişə toy yaraşır, əlbəttə ki, pusat yaraşır. Gözəl el havaları, toy havaları ifa elədin, sən də çox gözəl ifa elədin, 50 bal verirəm, sənə xal verirəm. Samir müəllim, haşiyədən bir balaca kənara çıxsam, mən də bir xəbər eşitdim, ona görə deyirəm. Bizim sənin də dostum, mənim də dostum, hamımızın dostumuz Kamran Cavad. Onun anası dünyasını dəyişibdir. Yəni ona başsağlığı verir. Hamımız Sadıq müəllim də, Akif də, hamımız başsağlığı verir. Sabah bir sene onun mərasimi inşallah ki, yəqin ki. İştirak eləyəcək. Allah rəhmət eləsin. Allah Sağ qan bir qanrəhəm. yüzsüdür, Çox hamımız üzüldük. Bizim da aparıcımız yaxşı Kamran Cavadın Ruhu şad olsun, Allah rəhmət eləsin. Əziz dostumuzdur, yaxşı da oldu, yaxşı da aparıcıdır. Kamran çox yaxşı Təşəkkür olan. edirik yada saldığınıza görə. Və bizi izləyən Elgün Göran Boylunu buradan salamlayırıq. O cümlədən Füzuli rayonunun Böyük Bəhmənli kəndindən fotoqraf Ramil Baxır hal-hazırda bizə salamlayırıq və Ömər balamızı da Allah saxlasın. Gələn həftə mənə o bir söz verib əmisinə. Görəyin də o sözünə. Ömər balamızı bahar çəkdə imkanım var. Şirin balamızdır, oturub orada, gözü qabağındadır. Onun bir çək Bərdədən gəlib. O mənə bir söz verib. Asimin oğludur bizim musiqiçi dostumuz, sintez ifaçısının. Gələcəyin o da musiqiçisi olacaq inşallah. Allah saxlasın, sənin toyuvu görək. Və İsa müəllim, layihə rəhbərimiz.
Bax, Elşəni gördüm orada, Udarnik ifaçısı. Xahiş edirəm, deməli, gələn yarışmaya, Melodiya 2-yə mütləq Elşən də iştirak eləsin. O Elşəni qəşəng çək, onu yerə əyri çəkmirsən. Elşəni, deməli, mütləq gələn yarışmamızda mən görmək istəyirəm. Mən onu görmək istəyirəm burada, çünki gözəl ifaçıdır. Əliska, onu əyri çəkmə, düz çək. Elşən də mənə baxır, Elşən Əliskaya baxır, arada. Samir, bir dənə mən söz deyim. Ayca, görsən nə... O Elşən gözəl. Nizami Sumqayıt. Köhnə sənətdə. Bilirsiniz, başqa ölkələrdə hər zaman udarniklər, yəni zərb alətləri konsertmestr olub. Bizdə şükürlər olsun, tar, çünki dədə baba gözümüzü asıb tar görmüşük. Mən həmişə toyda da deyirəm, konsertdə də deyirəm. Qoşun ağara nə deməkdir? Qoşan ağara. Yanında bir qoşan nağara, 2 olmalı. Bəzisi götürür, bir qoşun ağara eləyir, böyük göz, balaca göz eləmir. Çox belə narşen eləyirlər, sözün əsli mənasında. Hamısı da mənə çox istəyir, sağ olsunlar. Mənim də sözümə qulaq asırlar. Bax, Kürdəmirdən Eka mənim tələbəmdir. Gündüz mənim tələbəmdir. Yevlaqdan Gündüz mənim tələbəmdir. Bəs bu Elşən sənin tələbən deyil. Bütün Azərbaycan qoşan arası. Bazım oğlu Ağamırzə, yəni gözəl qoşun ağarasan. Qoşun ağarasız toy olmaz, qoşun ağarasız konsert olmaz. Bilsinlər ansamblda, ona şadlıq, şənlik evində rəhbərləri qoşun ağarasız məclisə getmək düzdür. Düzdür, Mən də qoşun bunu Sadım ağarasından Zərbəliyev hamısını deyir. dəstələyirəm. Sağ olun, var olun. Var ol, təşəkkür edirəm. Sahibdəki Sagirin oğludur, orada da bizim qoşan ağara ifaçısıdır, maşallah, onun da gələcəyi qabaqdadır. Başlayıb, özünə başlayıb. Elşən, mütləqa qoşulursan bizim yarışmaya. Bax, mən sənin dalıncan eləmə gəlməyim Bərdiyə. Səni qoyub maşına gətirərəm bura. Gətirəsən, gəlsin də o cür istedadı. Maşallah, efir yaraşığı var, ifası gözəldir. SMS-lər nə qədərdir? SMS-lərə baxaq. Saqi, Bərdəli, 529. Abbas İsayev, 461. Ay Şirvanlılar, haradasınız? Saatlı, Sabirabad, Hacı Qabul, Səlyan. Bu qardaşın boynu bükük qalıb burada. Sizin SMS-inizə ehtiyacı var. De, şarta-şart Saqinin İsa müəllim. SMS-ə vurmurlar, bunun kartına pul vururlar. Bəyəxtandan baxıram. Saqi götü ifavi elə. Sənin vaxtından gedir, tez ol. Kartına bilirsən nə qədər pul gəlib bunun. Karta işləyir. Öncə biraz bundan qabaq Zahid müəllim şəhid Xudayarın adını çəkdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Hal-hazırda mənə şəhid atası Vüqar əmi dəstəkdir. Şəhid qardaşı Kamil qardaşım. Yusufov Elməddinin qardaşı, Məhəbbət qardaşım mənə dəstəkdir. Seyid İbrahim baba, salamlayıram buradan. Mənə dəstəkdir. Seyid Rəşad qardaşım. Bizim dəyərli nağar ifaçımız, Məhrəmin də atası Caban əmi bizə dəstəkdir. Onu da buradan salamlayıram. Elbrus əmi. O bəyək kartava 200 manat vuran kim idi, onun adını çək. Elbrus əmi. Elbrus əmi, gözünü gördü burada. Salamlayıram buradan. Elşən, Elbrus gözünün əmi də qudağı mənə ilə baxıram dəstəkdir. ona. Tərtərin Qarağacı kəndindən mənə dəstək var. Mənim dəyərli dostum Hikmət qardaşım, atası Rəhim əmi. Mənə dəstəkdilər, məni izləyirlər. Hər birini salamlayıram. İnşallah bütün Bərdə, Şatırı kəndindən, Ləmbərən kəndindən mənə güclü dəstək var. Qaravəllidən mənə dəstək var. Dəstək var. Onlar nə qədər göndərib? Bərdəni Qaravəlli kəndindən mənim orada dəyərli dostum Sərxan qardaşım var. Sərxan nə qədər göndərib? Sən mənim canım. 100 manat. 100 manat, sağ olsun. Sərxan Min qardaş. bərəkət. Hal-hazırda balalarını biz də izləyirlər. Olmayan Nuray yerdən bala, min Damla bərəkət. bala. Bizi izləyirlər, mənə dəstəkdilər. Axı görsənmir orada, SMS-lərdə görsənmir, İsa müəllim. Bunun kartına vururlar, SMS-lərə vurmurlar. Ay qardaş, ay bacı, ay başımıza dönüm. Yaxşı olacaq. SMS-lərə vurun, bizi burada... Bu Abbas İsayevin kartına məndən 5 betər, 1 manat da vuran yoxdur. Qalıb burada. Keçən səfər maşallah Məhəmməd Əli Hə, Məhəmməd iş Əli dahi gördü. şuran Maşallah, həm elədi. sənəti ilə. Bu da sakit oturub, bu da fısıq ilandı. Bir də gördün ki, yavaş-yavaş altdan iş görür. Hələ at çəkməyib. Bir də Bərdən Əricə kəndindən deyim, Əricə kəndindən Nahid qardaşım. Nə qədər vurur? Əhmədov Sərxan, Kərimbəyli 20 kəndindən. manat vurur bu. Kərimbəyli kəndindən. Bizim dəyərli qarmon ifaçımız var, Sahavət. Keçən dəfə də bura Səxavət 5 manat vurub. 5 manat yox. Sahavət 50 manat pul atıb, sağ olsun. Sağ Onun olsun. balası Hüseyin bala. Mənə dəstəkdir. Buradan salamlayıram Hüseyin Nə balanı qədər da. vurub? Səməd əmi mənə Bu dəstəkdir. birbaşa yazılır. Mənim dəyərli dostum Mustafa qardaşım. Öpürəm, mənə dəstəkdir. Sağ ol. Ülvi qardaşım, Nemət qardaşım, Nemət qardaşım. Famil dayı. Hamısı mənə dəstəkdilər. Öpürəm, inşallah
Yəni ki, dəstəyin qabağında qalib olaram. İnşallah görək də görək. Sən Alətif Köhliyənə qədər Kürdəmirdən Bərbər Elnurun qızı Ayan balamızın da doğum günüdür. Dostu Rəşadın adından təbrik edirik. Təbriklərə efir rejissorumuz Emil bəy də qoşulur. Hə, bir nəfər qalıb. Nə qədər göndərib? 150 manat. Dinən, kim idi o? 150 manat tez ol. Bərdənlə Mərənkəndən Rizvan qardaşım. əlimində karton Rizvan verən qardaşım mənə dəstəkdir. Hal-hazırda dostlarla oturub bizi izləyirlər. Onlar da buradan salamlayıram. Mənə dəstəkdilər. Öpürəm hər birlərini, dəstəklərini əsirgəməsinlər. Aha, dəstəyinizi göndərin. Dəstəyinizdəki nə dəstəkdir? Ancaq SMS pul dəstəyidir ki, qalib eləyin bu iştirakçılarımızı. Görək başımıza nə iş gəlir gecənin bu saatında. Bir nəfər deyərsən də ifadə elə. O nə qədər göndərdi? Mənim dəyərli bir dostum var. Onu keçən dəfə də adım burada çəkməmişəm. Əslən Ağdamlıdır, Rövşən qardaşım. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Aprel döyüşlərinin iştirakçısıdır. Hal-hazırda özü də qazidir. Onu buradan salamlar Rövşən qardaşım. Mənim dəyərli qardaşım. 3 dəqiqə baxsın qalıb ifaya. Bizi izləyirlər. 3 dəqiqə, İsa müəllim. Bəli. 3 dəqiqəlik bir ifan olsun.
əziz tamaşaçılar, reklamlarımız bitdi. Abbas İsayev, Abbas buyur sənin vaxtındır. Tez müraciətləri verir, çünki sənin vaxtından gidirirsən müəllim məni burada. Axşamınız xeyir olsun. Həqiqətən də. Salamlayıram sizi, iştirakçıları salamlayıram, Sayı qardaşımı salamlayıram. Uğurlar arzu edirəm bütün iştirakçılara, münsiflər heyətini salamlayıram, dəyərli xalqımızı salamlayıram. Mən buradan salam göndərmək istəyirəm çalışdığım 2 nömrəli Hacı Qabul rayon Tam Orta Məktəbinin bütün müəllim kollektivinə. Səs göndərirlər sənə. Dəstək edirlər. Samir Biləsi vardı. Çeklərini atsınlar, xahiş edirəm. Dəstək olur, sağ olsun. Bütün ansambl heyətimiz dəstək olur, sağ olsunlar. Allah hamının kömək olsun. İnşallah ki, layiq olan qalib olar. Yəni ürəyin nə deyil, gedəsən qalassan? Bilmək olmaz. Tamam, buyur, ifadə işlək. Və hal-hazırda 729 səs Saqi Bərdəli və 761 səs Abbas İsayev qabaqdadır.
Çox sağ ol Abbas İsayev və SMS-lərə baxaq, Orxan, dəyişikliklər var. 729 səs Saqib və 761 səs Abbas. Hələ ki Abbas irəlidədir. Biz belə eləyirik, Orxan. Artıq SMS nömrələrin ekrandan götürmürük. Mən gələn həftənin iştirakçılarını elan edeyim. Ondan sonra nömrəni ekrandan göndərək. Münsiflər heyətin səsini alaq. Gələn həftə kimlər? Ya Filifilo. Boy. Boy. Bir dənə yaxından çəkin. Ay Zeynal. Bunu biraz yaxından çəkin. Zeynal Abidin. Zeynal Abidin. Tamam. Zeynal Abidin gəlir gələn həftə yarışmamıza. Elnur oğlu. Və kimlə yarışacaq Saqi səncə? Ola bilər sənlə yarışsın. Əgər qalib olsan. Deməli, Çingiz Rövşənoğlu. Gələn həftənin bazar ertəsi Zeynal Abidin bəylə Çingiz bəy burada SMS uğrunda mübarizə aparacaqlar. Bu belə. Hörmətli layihə rəhbərimiz, SMS-ləri götürək ekrandan. Axırıncı dəfə, yəni biz onu görək, Orxan, görək səslər nə qədər dəyişilib, ümumiyyətcən dəyişiklik varmı? Yox, dəyişildi. 729 Saqi Bərdəli və Abbas İsayev 911 səslə irəlidədir. Biz belə deyirik, Saqi, nə oldu bəs o cür SMS-lər gəlirdi, o cür pullar gəlirdi sənə, nə baş verdi, nə oldu? Götürdü SMS nömrələrini ekrandan, belə. Və artıq çox az vaxt qalıbdır. Buradan bir yarışmaçımız gedir. Münsiflər heyəti, sizin səsinizi alaq, sonra Saqin deyəcəyi var. Çox məyus olub. Buyurun. İştirakçılarımızın ifasına neçə xal verirsiniz? Mən Sami Piyaq dediyim kimi daha. İkisi də gözəl musiqisidir. İkisinə də 50 verirəm. İkisinə də 50 səs. Bəli. Bəs Zahid Qubatlı. Hə, Akif müəllim desin. Mənim tövsiyəm var bir dənə. Mən arzu eləyərdim ki, düzdür ki, hər ikisi də gözəl yəni ifalar oldu. Mənim xoşuma gəldi. Ancaq ciddi musiqilərə də daha fikir vermək lazımdır. Düzdür, Saqi ortada bir dənə xalq mahnısı ifa elədi. Adili dili dilavər, eləmi? Düzdür. Və Abbas da yenə də toy mahnılarından davam elədi. İkisi də gözəldir. Ancaq gələcəkdə ciddi mahnılarımıza mütləq, xalq mahnılarına ciddi mahnı. Onu qiymətləndirdik. 50 bal verdim. Bəli, bəli. Yox, 50-dir. Hər ikisinə mən də 50 verirəm. Yəni ikisi də doğrudan yaxşı musiqiçidir. Mənim xoşuma gəldi. Ancaq yəni tövsiyəm oydu ki, gələcəkdə bizim bizim xalq mahnılarına, təsniflərimizə daha çox yer ayırsınız. Milli musiqimizə müraciət eləsinlər. Bəli. Tamam. Zahid müəllim, buyurun. Yəni bu səslər də gələcəyə, səslərimizin üstünə. Saqinin halı xarab oldu, əzbərdərlər burada. Olmaz. Ürəyi xarab oldu. Allah rəhmət eləsin Vidadi Bərdəliyə. Bərdə adı gələndə Vidadi həmişə yada düşür. Allah Kamandar müəllimə rəhmət eləsin, Hacı Qabuldan. Ustaz sənətkar olub hər ikisi də. İnanıram ki, bir dənə onu da deyim ki, Totu var, klaritçan. Onu da mən çox bəyənirəm, çox gözəl klarit vasitədir. Tofiq maşallah olsun, Hacı Qabul da, Bərdəmiz də, bütöv Azərbaycan istedaddır. Ancaq bu kişilər, nətər deyim də, elə bir sənətin elə bir yerindədirlər ki, bunlara adam söz edilmək istəmir, niyə ki, Elin Obanın hörmətini qazanmış hər ikisi. Mən onun hər ikisini yaxşı tanıyıram. Doğrudan da çox gözəl. Yəni, bunlarsız mən bilirəm ki, öz ətraflarına toy keçmir, həqiqətən deyirəm. Allah qoysa, bu ciddi musiqi Akif müəllim deyil, ciddi musiqi budur ki, bu yarışmadır da burada. Ancaq SMS əldə eləyir bunu, məsəl üçün deyirəm. Ona görə də bu kişilər
bayağı mahnıda olsa ifa edirlər, belə də olsa ifa edirlər. Buna mən yəni bir söz irad bildirmirəm ki, yəni bu yenə deyirəm toy üçündür. Hər hansı 50 bal verirəm mən sizin. Allah ikisinə canınızı 50 bal. sağ olsun. Hər ikisi gözəl, hər ikisi Tamam, gözəl. Ətrabə xanım da bu aylıq pensiyasını vurub bunun şeyinə, SMS nömrəsinə anam vurub, deyir, gördüm vəziyyət pisdir. Deyir, bəs Bəyəxtanan orada ay, Bərdənin filan kəndləri belə gəldi, nə bilim filan Axıra kəndlər belə saxlayıb, o bilir gəldi. də xeyr, Rusiya hazırlıqlı. qalmadı, Miami qalmadı, nə bilim ora, bura, Naxçıvanın culfasından Elmar qalmadı, hamının adını çəkdin. Axırda SMS-lərdə arxadasan. Nə məsələdir bu qardaş? İnşallah yaxşı olar bir şey nəzərinizə çatdırım ki, mən Bərdəliyəm. Bərdəni təmsil edirəm. Hanı SMS-lər vəziyyətin gərgindir? Bərdəlilər heç vaxt məni tək qoymayıb, qoymazlar. Mən buradan bizim Bərdəmizin dəyərli qarmon ifaçısı Rəcəb Süleymanovu salamlayıram. Rəcəb müəllim mənə dəstəkdir. Bizim dəyərli müğənnimiz Pərvin Mustafayev, Kamaləddin qardaşım, müğənni mənə dəstəkdilər. Və Bərdədə bizim dostlarımız var, üç qardaşlar. Şahin qardaşım, Ramin qardaşım, Olur Rabil peki səni qardaşım. alladıblar, SMS vurmayıblar. Onlar məni həmişə Yoxsa sənin kartıva vurublar, sən vurmamısan ora. Vururlar, dəstəklərini verirlər. Vəssalam. Tamam, vaxt azdır, vaxt azdır. Bir dəfə Hə, də tez daha Tərtərdən mənə dəstək var. Nicat Telekomun müdürü Bəhruz qardaşım mənə dəstəkdir. Onu da buradan salamlayıram. Sağ olsun. Nicat Telekoma da buradan salamlar. Ümumiyyətlə Görək. Zahid müəllim çox gözəl vurğuladı. Allah sizin üçünüzü Abbas, Allah canından bəli. sağ eləsin. Allah sizi var eləsin. Biz doğulduğumuz, böyüyüb başa çatdığımız rayonlarda bu günləri belə deyim də biz inkişaf edirik. Amma əslində Azərbaycan bizim üçün müqəddəsdir, toxunulmazdır. Aha, bəli. Azərbaycan bir damla torpaq, bir damcı torpağından üçün nə qədər şəhidlərimiz, heç o torpağa getməyən uşaqlarımız Halal orada olsun, getdilər, halal qan olsun. tökdülər. Mən ona görə buradan tək Şirvan, Hacı Qabul demirəm. Mən buradan Bərdə, elə buradan Zaqatala, buradan Lənkəran. Bütün Azərbaycan. Bütün Azərbaycanı mən salamlayıram və Özdə onlara qalib uğurlar. Azərbaycan. Qalib Qalib Azərbaycanımızdan Azərbaycan, bəli. səs qalib gözləyir. Azərbaycan. Deyir, məni qalib eləsinlər bugün burada. Amma bayaqları SMS nömrələrini ekrandan götürməmişdən öncə sənin vəziyyətin yaxşı idi. İndi görək ekranda nömrələr yoxdur. Samir bəy, bir söz demək Aycan istəyirəm. Hakim müəllim. Bunlar bəlkə bir qısa bir dəyişmə eləsinlər. Yəni belə Değişmə bilmirəm. Vaxt var değişməyə. Duetə vaxt var. Bu arada, hörmətli tamaşaçılarımız, Melodiya 2 instrumental... Suyviç, bunun halı xarab oldu. Melodiya 2 instrumental yarışmasına qatılmaq istəyən bizim hörmətli instrumentalistlər 050 ilə 246 4026 nömrəsi ilə əlaqə saxlayın və siz də bizim yarışmamızda iştirak edib sənətinizi bütün Azərbaycana tanıdıb, göstərib və özünüzü sevdirmək istəyirsinizsə, əlbəttə Melodiya 2 musiqi yarışmasına qatılın. Qatılmaq üçün də telefonumuz aktivdir, 24 saat. İsa müəllim qulağın dibinə qoruyatır telefonları. 050 246 40 26. Vaxt var, bir duet eləsinlər, yoxsa yoxdur? 3 dəqiqəlik bir duet eləyə bilərlər, hə? Tamam, buyurun. 3 dəqiqə artıq olmaz.
nə qədərdir? Deməli, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, stop. Artıq SMS göndərməyə ehtiyac yoxdur. 3 dəqiqə vaxtımız var, hə Orxan? Necə yəni 1 dəqiqə hələ? 1 dəqiqə nəticələr deyilir. Hə, bu arada bugün Saqinin qızı Sevil bacımızın da, balamızın da doğum günüdür. Onu da ürəkdən təbrik edirik, fürsətdən istifadə edib. Bizi izləyirlər, bizə baxırlar. Allah sağ. Neçə yaş tamam olur? 13 yaş tamam olur, maşallah. 2 övladım var da. Biri oğlundur, biri də bacımızdır balaca. Allah sağ. Böyükdür hə bu? Toylarını görək. Çox sağ ol əzizim. Allah bütün bağları saxlasın. Səninkilərdə sən neçə balan var? 2 oğlun. Böyüyün neçə yaşı var? 7 yaşı var. Ay maşallah. Hə, neynirik? Baxırıq. İştirakçıları çağırım yanıma. Alətləri bizi qoyunuruq, gəlin bura. Birinizin əlini buraxacam. Sizcə kim gedir? Bunu yola salla. Gedirik. Yox, hələ gitmirik. Buradayıq. Bunu yola salaq geçsin, lazım deyil dayı. Geçsin evə. Qızının ad günündə tort kəsirlər. Bir dəqiqə. 1650 səslən Saqi Bərdəli.